Qulaqlarına tıxadığım pambığı çıxardı, Əbu İsaq. Mən buradan heç yerə gedən deyiləm. Gedən deyilsən? Sənin bir ayağın qəbirdə dayı qoca. Allah özü səni mükafatlandırsın. Şükür yaradana ki, hələ də dovşan ağlın yerindədir. Yoxsa bilmirsən ki, mən düşməni arxa çevirən, qaçan və təslim olan deyiləm. Onda deyilən ölüm gözləyirəm də. Ay kişi, bu fani dünyaya gözətçi qalmalı deyiləm ki, arzum var idi ki, sağ qalıb Hüseynin qatillərinin zillətini görüm və gördüm də. Hələ ömür payımdan bir neçə ayda artıq yaşamışam. Yenə sağ qalmağa məcbursan. Nəyə görə məcburam? Sənin vəzifən yaşamaqdır, o zaman qiyam da yaşayacaq. Bundan sonra qiyamın həyatı sənin qələmindən asılıdır. Bu ki çətin iş deyil. Azca yazıb oxumaq bilən hər kəs bunun öhdəsindən asanlıqla gələ bilər. Bəli, həm də o ədalətin tərəfini tutan, nəfsinə məğlub olmayan insaflı adam olmalıdır. Yalanı doğru və doğrunu yalan göstərməsin. Öz məzhəb və məramını qorumağa görə həqiqəti təhrif etməsin. Sən dinlə bağlı insaflı və alim insansan, Übeydə. Yaxşı, pis cəhətlərimizi də yaz. Mən yorulmuşam, Əbu İsaq. Mən bu cəmaatın dünya pərəstliyindən, hərisliyi və axmaqlığından usanmışam. Səni an verirəm saqqalıma. Birlikdə ölməyimizə icazə ver. Çənəni yorma, Übeydə. Gələcək nəslin mühakiməsi sənin yazacaqlarından asılıdır. Sən qalmalı, muxtar və qiyamını tarixin səhifələrinə olduğu kimi həkk etməlisən. Əmirin hamının gözü qarşısında şor su ilə yuyunması hikmətsiz deyil. Hara Əbdürrəhman? Gedirəm mən də öz sərvərimin elədiyi kimi şəhadət qüslünü alım. Bir ildir ki, arvad uşaq üzü görmürəm. Əgər cihadın savabı varsa, bir ildə yığdığım savab 7 arxadan dönənimə bəsdir. Qənimətləri də özlərinə qalsın. Nə vaxta qədər əhalisinin müsəlmanlıqdan xəbəri olmayan bir şəhərdə sərgərdan qalmalıyıq. Bizə atalarının qatilləri kimi baxırlar. Onların gözlərindən nifrət yağır. Dodaqlarındakı yalancı təbəssüm də hər cür söyüşdən pisdir. Sən niyə hamının adından danışırsan? Çünki elə mən özüm bu cəmaatın sözünü deyirəm. Deməli, hamılıqla üsyan eləmək fikrindəsiz. Üsyan deyil, cənab. Mücahidlərin öz əmirlərindən qanuni tələbidir. Vəzifələrini bilmək istəyirlər. 2 aya yaxındır ki, Kufə qəsrini mühasirəyə alıbsınız və fəth eləmək üçün bugün sabah eləyirsiniz. Niyə? Niyəsi hərbi sirdir, Mücahid.
Bəlkə rəhbərlərinizin hərbi sirləri sizlə bölüşməsini istəyirsiniz? Xeyr, biz istəyirik ki, rəhbərlərimiz əlini əlinin üstünə qoymasın, düşmənin istəyini gözündə qoysun. Mən qəsrin bücrlərində dayanan əsgərlərlə söhbət eləmişəm. Hər biri ilə ayrı-ayrılıqda danışmışam. Onlarla dərdləşmişəm. Vəziyyətləri yaxşıdır. Yaxşı yeyirlər, yaxşı içirlər və bizi məğlub eləyəcəklərini gözləyirlər. Yalandır müsəlman! Bizi ruhdan salmaq istəyirlər. Küfə qəsri ağzına kimi su və qida ilə dolu olsa da, yenə oradakı 7000 nəfəri doydura bilməz. Eşitmişəm ki, qəsrin içərisindən ərzaqla dolu olan gizli anbarlara yol tapıblar. Aman Allahım! Sən də buna inandın? Muxtardan gördüyüm qəribəliklərə görə hə. Ailələrimizdən uzaq düşmək, Bəni İsrail qövmünün lobiya və mərcə hekayəsinə bənzəyir. Əmin olun ki, cənab iblis bizə vəsvəsə eləyir ki, Muxtarın möcüzələrinə təslim olaq, qalanı bəhanədir. Əmir, kafir və yalançı Muxtar mühasirəni uzatmaqla bizi əldən salmaq istəyir. O təslim olanlardan olsaydı, namusunu düşmənin qılıncına tapşırmazdı. Afərin Mücahid. Əhsən sənə. Mən də elə bu qənaətə gəlmişəm. Bəlli olduğu kimi, Muxtar düyünü əli ilə açılana oxşamır. Gərək onu dişlə açasan. Cəsarətimə görə üzr istəyirəm, amma mən istəmirdim. Bax sözə nə deyəsən müsəlman? Biz müqəddəs şəriətimizin göstərişlərinə əsasən kafirə peşman olub tövbə eləməsinə fürsət verdik. Kafir peşman olmadı, tövbə eləmədi, odur ki bizim səbir kasamız doldu. Allah qoysa, sabah gün batana qədər Muxtarın məğlub edilməzlik əfsanəsinin əsassız olduğunu mütləq isbat eləyərik. İbn-i Hür, Xidmətinizdəyəm, ya əmir. mancanaqla darbazanın yuxarısındakı yandırıcı turşu küplərini sındırın ki, qəsrin darbazasına hücum eləmək mümkün olsun. Baş üstə əmir. La hövlə və la qüvvətə illa billah. Dünya bütün əzəməti və gözəlliyi ilə bir gün məhv olacaq. Günəş və ulduzlar bütün parlaqlığı ilə qaranlığa qərq olacaq. Dağlar öz qürur və ucalıqları ilə toza dönüb yox olacaq. Mavi dənizlərin sakit suları cuşa gələrək qaynayacaq. Meşələrin yaşıllığı qırmızıya çevriləcək, kürədə olan ərimiş dəmir kimi. Belə bir vaxtda insan yuvasına su dolmuş qarışqıya bənzəyər. O, pərişan halda sığınacaq dalınca hey qaçar. 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 Hardadır cənnətül məva?
nəhayət özü ilə Allahın behşti arasında bir körpünü maniyə görər. Bu körpü bəzən genişdir, bəzən dar, bəzən hamardır, bəzənsə ayrı-yürü, bəzən tarıma çəkilmiş, bəzən titrəyən. Onun necəliyini müəyyən eləyən bizim əməllərimizdir. Zalim hakimlər üçün o tük kimi nazikdir. Titrək və titrək. Həmin gün bizim bütün bədən üzvlərimiz bizim ədalətli ya ədalətsiz olmağımıza şəhadət verəcək. Heç bir əməl ədalətsizlik qədər qorxulu deyil. Siz bir müddət öz işlərinizin rəhbərliyini Muxtar İbni Əbu Übeyd Səqəfiyə tapşırdınız və istədiniz ki, aranızda ədalətli hökmran olsun. Gücüm çatdığı qədər haqqınızı tələb eləməyə çalışdım və ədalətsizliyə qarşı döyüşdüm. Mənim nə olduğumu və indi necə olduğumu Allahım yaxşı bilir. Məni pis niyyətlilər yalançı, zülmkarlar isə hakimiyyətpərəst adlandırdılar. Xəta və günahdan pak olan Allahın vəlisi olar. Gizlətmirəm ki, qiyam yolunda bəzən ayağım titrədi, hərdən isə əlimlə dilim yanlışlığa yol verdi. Bəzən qulaqlarım eşitmədi, gözlərim görmədi. Allahdan məni bağışlamasını istəyirəm. Allah ərhəmər rahimindir. Bugün dinin ən pis bəlası olan hiləgərliklə döyüşə getmək istəyirəm. Hilə din və təqva paltarı giyərək meydana çıxır. Hilə ikiyüzlü bir sikkədir ki, bir tərəfində Allahın adı, digər tərəfində isə iblisin nəqşi var. Avamlar yalnız Allah tərəfini görür, mərifət əhli isə iblis tərəfini. Həzrəti Əli ayə oxuyan və başı səcdədə olan bu cəmaatın əlindən gör nələr çəkdi. Ey iman gətirən kəslər, iman gətirin. Sizə söz verirəm ki, qiyamın ilk günlərindəki niyyətlə qılınc çalsanız, qalibsiniz və muzdur düşmənə qələbə çalacaqsınız. Amma sizin içinizdə bəzi şəxslər var ki, təslim olmaq niyyətindədirlər. Mən onlardan beyyətimi geri götürür və höccətimi tamam eləyirəm. Hiylə yalnız müqavimətinizi sındırmaq üçün sizə aman verir. Qələbədən sonra isə əmin olun ki, boynunuzu vuracaqlar. Və Rəbbinin sənə olan nemətindən söhbət aç. Deyəsən, əmrin meydana getmək fikri ciddidir. Əlamətlərindən belə görünür. Bizim müqamət göstərməyimiz düşməni bezdirib. Məndə olan dəqiq məlumata görə Küfə cəmaatı Zübeyir qoşunlarının şəhər daxilində qalmasından təngə gəlib. Əgər belə davam eləyərsə, düşmən şəhərin mühasirəsindən əl çəkib, qoşunlarını geri çəkəcək. Əminsən? Əlbəttə, bunu bilməyə nə var? Zübeyir qoşununun əskərləri Küfədə qəribdilər. Evləri üçün, ailələri üçün, uşaqları üçün darıxırlar. Onlar azuqə toplamaqda da çətinlik çəkirlər.
Qulaq as, biz düşmənin inəyini soya-soya quyruğuna çatmışıq. Onu əlimizdən buraxmaq rəva deyil. Ged əmirlə danış. Əgər öz dediyinə əminsənsə, bəlkə onu razı sala bildin. Əmir məndənsə sənin kimlərin sözünü daha yaxşı eşidir. Yox, mən üzürlü bil İsmail. Muxtar döyüş məsələlərini məndən qat-qat yaxşı bilir. Mənim vəzifəmsə bu işdə ona iqtida eləməkdir. Özünü qılınc və nizə dənizinə atmaq cihad deyil, intihardır. Bu rəhbərinin Hüseyn İbni Əli olduğunu iddia eləyən şəxsin inancıdır. Səndən gözləməzdim. Səndən gözləməzdim İsmail. İşə bir bax. Bir ömür mübarizədən sonra sən də Zübeyir oğlunun tərəfdarları kimi danışırsan. Dayan! Əmir, məsafə uzaq olsa zərbənin gücü azalacaq. Yaxında olsa daşlar günbəzi vuracaq. Güllənin üstündəki küpləri görürsən? Bax, onları vurmaq lazımdır. Bəsdir. Nişan alın. Bu tərəfə. Yavaş. Yavaş. Biraz da. Hazır olun. İndi atın. Ay cemaat! Canınızı kurtarın! Kaçın! Bizim ancanaklarla vururlar! Kaçın! Açın qapıları! O nə etmək istəyir? İntihar eləmək. Kəfənli də geyinib. Cəfərin dediyi düzdür müəlləb. Muxtar fırtına törətmək üçün meydana çıxıb. Çox güman ki, səni də döyüşə səsləyəcək. Hazırlarsan yaxşı olar. Mən eşşək beyni yeməmişəm. Cəfər, səs-küy salın ki, məni meydana səsləyə bilməsin. Hak gəlsə! Hak gəlsə! Batil gedəcək! Batil gedəcək! Doğrusu batil qalmaz gedəcək! Doğrusu batil qalmaz gedəcək! Doğrusu batil qalmaz gedəcək! Özləri qəsdən ayə oxuyurlar ki, siz danışa bilməyəsiniz. Hak gəlsə! Allaha şükürlər olsun ki, hiləni müəyyən eləməkdə səhv eləmədim. Doğrusu batil qalmaz gedəcək! Doğrusu batil qalmaz gedəcək! Doğrusu batil qalmaz gedəcək! Doğrusu batil qalmaz gedəcək! Hak gəlsə! Hak gəlsə! Batil gedəcək! Batil gedəcək! Doğrusu batil qalmaz gedəcək! Harayı dəlilər, canınızdan bezirsiniz. Kənara, çəkilin kənara. Batil gedəcək! Doğrusu batil
And olsun Allaha bu cemaat sabaha kadar koyun sürüsü kimi kesilerler. Doğrusu batil kalmaz gidecek. Doğrusu batil kalmaz gidecek. Hak gelse. Hak gelse. Batil gidecek. Batil gidecek. Doğrusu batil kalmaz gidecek. Doğrusu batil kalmaz gidecek. Hak gelse. Hak gelse. Batil Gördünüz? gidecek. Əmirin dediklərinin doğru çıxdığını gördünüz? Kalmaz gidecek. Hər kim donuzların kölgəsində qalmaq zillətini mərd-mərdana ölməkdən üstün tutursa, onda qala bilər. Hak gelse. Amma muxtarın vəsiyyətini unutmayın. Hak gelse. Batil Tezliklə öz əmirinizin sözünə qulaq asmadığınıza və yalançı vədəyə təslim olduğunuza görə peşman olacaqsınız. Doğrusu batil kalmaz gidecek. Muxtardan eşitdim ki, sabah böyük bir qırğın zamanı sizin tək-tək hamınızın başını kəsəcəklər. Batil Sahip, kalmaz gidecek. bunlar koyun değil, adamdılar. Hak gelse. Eğer Musa 7000 əsrin boynunu vurmaq istəsə, onların qanında boğular. Deməli o hiləgəri tanımamısan İsmail. Hak gelse. Hiləgəri tanımışam sahip. Batil gidecek. Doğrusu batil kalmaz gidecek. Etiraf edeyim ki, muhtarı tanımamışam. Batil kalmaz gidecek. Doğrusu batil kalmaz gidecek. Hak gelse. Hak gelse. Hak gelse. Hak gelse. Batil gidecek. Batil gidecek. Doğrusu batil kalmaz gidecek.
İnna lillah ve inna ileyhi raciun. Eğer düşseydin, Ziyan'ı öldürerdik.
eşidirəm Tariq. Onun başının qiyməti nə qədər olar? Muxtarın başı ağırdı Tariq. Qaydaya görə başının ağırlığı qədər qızıl verməlidirlər. Nə eləmək istəyir Təriq? Səhv eləmirəmsə, ağası Əlinin qətirgahında ölmək istəyir. Bu miniyin mehtarı sizsiz? Əmir məsləhət görsə, bəli. Hürkən deyil ki, yaxınlığına buraxır. Hər bir miniyin öz xasiyyəti var. Siz miniyi tanıyansınız, əmir. Bu miniyi ram eləmək, muxtarı məğlub eləməkdən çətin deyil. Odur ki, minin, çapın və ləzzət alın.
Öldürdük Emir. Yalancı muhtarı öldürdük. Əmir, düşmənin bütün qoşununu əsir almışıq. Ərəbli, Əcəmli, hamı qolu bağlı sizin hökmünüzü gözləyir. Sayıları düz 7000 nəfərdir. Hamısının boynunu vurun. Bu qan gölü onların evini xaraba qoyacaq. Bu zərbədən sonra Bəni Zübeyir hökumətinə qarşı çıxan olmayacaq. Əsvət, Zübeyir evladlarının yanında olmaqla dünya və axirətdə ziyan görəcəksən. Məhəlləb, sən elə adama kömək elədin ki, namərdlərin üzünü ağ eləyəcək. Bu Zübeyir evladının da fatihəsini oxu Əbu Müflis. Bu da çox çəkməz. Bugün dinin ən pis bəlası olan hiləgərliklə döyüşə getmək istəyirəm. Hilə din və təqva paltarı geyərək meydana çıxır. Hilə ikiyüzlü bir sikkədir ki, bir tərəfində Allahın adı, digər tərəfində isə iblisin nəqşi var. Hilə yalnız müqavimətinizi sındırmaq üçün sizə aman verir. Qələbədən sonra isə əmin olun ki, boynunuzu vuracaqlar. And olsun Allaha, əgər bu cəmaat Musəvin atasından miras qalmış qoyunlar belə olsaydı, yenə onları öldürmək israfçılıq idi. Hoş gördük Zahidi. Görəsən biz gecikməmişik ki. İbrahim, xəlvətə çəkilə bilərik. Sənə vacib bir xəbər çatdırmalıyam. Nə olub Zahidi? Əbu İshak sənin yolunu çox gözlədi. Gec gəldin İbrahim. Küfədən Mosula gələrkən yolda qiyamın məğlub olduğunu söylədilər. Əbu İshak. Əbu İshak hardadır? Haqqın rəhmətinə qovuşdu. Amma Sabitin hələ heç nədən xəbəri yoxdur. Qardaş,
Mən höccətimi tamamladım. Allah Teala məni bədgüman və tərəddüdçü insanların yardımından hifz eləsin. Dayan Əbu İshak. Əlini mənə uzat, Muxtar. Muxtar, istəyirəm ki, Malik adını yenidən dirildin. Malik ölməmişdir İbrahim. Malik Əştər ölə bilməz. Onun adı qiyamətə qədər şiyə zülmətlərində parlayacaq. Biz özümüzü itirməmək üçün bir qəhrəmanlıq yaratmalıyıq. Bəni Haşimin ayı olan Abbas İbn Əlinin eşqi niyyətinə, Abbasın və Malikin xatirələri bərəkətinə, göydəki 14 gecəlik ayın Abbas bənzəri tamam işığını saldığı zamanda düşmənə hücum eləyəcəyik. Sənin hakimiyyətin Əli hakimiyyətinə bənzəməsə, dərdə dəyməz. Biz Əlinin məramını dirçəltməyə qalxmışıq. Əli ədalətini bərqərar eləmək üçün qiyam eləmişik. Hər atın özünə layiq yəhəri var, Muxtar. Bu gözəl sarayda taxt yerinə sadə kürsü qoymaq saraya yaraşmaz. Biz bu sarayda sadəcə bir neçə günlük qonağıq İbrahim. Təzə ayağa açan hökumətimiz yol yerməyi öyrənənə kimi buranın cahı-cəlalını yığışdırıb sadə bir binada sadə kürsü üzərində əyləşəcəyik. Ey cəmaət! Ey Allahın ixlaslı bəndələri! Əgər məni inanılmış bir şəxs hesab eləyirsinizsə, mənimlə Qur'an-ı Kərim, Peyğəmbərin sünnəti, Əli İbn Əbu Talibin yolu əsasında qatillərdən qisas almaq naminə beyyət edin.